Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Vüqar Muradov Dövlət Gümrük Komitəsi rəhbərliyinə müraciət edib. İfaçı xaricdən sifariş etdiyi məhsulların gömrükdə saxlanılmasından şikayətini bildirib. 20 gündən çoxdur paltarlarım gömrükdə ilişib qalıb. Nədir problem? Deyin bilək. Dövlət Gümrük Komitəsi, mənim paltarlarım çox böyük ölçülərdir. Sizə yaramaz. Nahaq yerə əziyyət çəkməyin. Verin paltarlarımı, deyə o yazıb. Qeyd edək ki, son vaxtlar xaricdən edilən sifarişlərin gömrükdə ilişib qalması barədə çoxsaylı şikayətlər yayılır. Məhsul Çin və digər ölkələrdən Azərbaycana 8-10 günə çatsa da gömrükdə günlərlə saxlandığı bildirilir.